Vətən sevgisi hər bir azərbaycanlının qəlbində sönməyən atəşə bənzəyir. Lakin bu atəş hər kəsdə özünü fərqli bir üzə verir. Bəzilərimiz gecə-gündüz çalışaraq vətənin iqtisadiyyatına töhfə verir, bəzilərimiz elmi ixtiraları ilə vətənimizin adını dünyaya tanıdır, bəzilərimiz isə yarışlarda göstərdiyi qəhrəmanlıqlar ilə bayrağımızı ucalara qaldırır. Zabitlərin, gizirlərin qəlbində yanan vətən sevgisi onları könüllü olaraq həyatlarını vətən torpaqlarını qorumağa, vətənə xidmət etməyə gətirir çıxardır. Vətəni üçün xidmət edib, vətəni üçün canından keçən qəhrəmanlarımızdan biri də şəhid Gizir Abdurrahmanov Elvin Əbilfəzoğludur. Elvin 1996-cı il oktyabr ayının 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olmuşdur. Milliyyətcə ləzgi olan Elvin 2003-cü ildə Əmirvan kənd tam orta məktəbində təhsil almağa başlayır. Təhsil alsa da Elvinin arzuları başqa olur. Elvin əmisi kimi zabit olmaq xəyalları ilə yaşayır. Buna görə də uşaqlığından idmanla məşğul olurdu. Qardaşları ali məktəbə hazırlaşsa da Elvin oxumaq istəmir, öz yerini ancaq ordu sıralarında görürdü. 2014-cü ildə hərbi xidmətə yollanan Elvin arzusunda olduğu formanı geyinir. Xidmətinin ilk günlərindən komandirlərinə orduda qalmaq istədiyini, onlar kimi ömrünü vətənə xidmətə həsr etmək istədiyini deyən Elvin nizam-intizamı ilə seçilirdi. 2016-cı ildə hərbi xidmətdən qayıdan Elvin 2017-ci ildə yenidən ordu sıralarına qayıdır. Elvinin atası deyir ki, oğlum orta məktəbi bitirəndən sonra Sərhəd Qoşunları Akademiyasına sənəd verdi. Lakin qəbul ola bilmədi. Naxçıvanda kəşfiyyat qrupunda əskərlikdə olub. Sənədlərini verib əvvəl 6 ay təlim-tədris mərkəzində gizirlik kursu keçdi. Sonra Qusara təyinat aldı. 1-2 ayda orada xidmət etdi. Daha sonra xüsusi təyinatlı qüvvələrə keçdi. 2 il idi ki, orada xidmət edirdi. İldə 1-2 dəfə məzuniyyət veriləndə evə gəlirdi. Məzuniyyət zamanı anası, nənəsi ilə soyuq davranır, onların onun yoxluğuna öyrəşmələrini istəyirmiş. Şanlı müharibənin ilk günü atasına zəng edən Elvin, "Ata, xeyir dua ver, torpaqları geri qaytarmağa gedirəm" demişdir. Müharibə zamanı çəkdiyi video sosial şəbəkələrdə yayılmış Elvin, oktyabrın 2-də, ad günündən bir gün sonra şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Füzulinin, Cəbrayılın azad olunmasına görə cəsur döyüşçü, vətən uğrunda medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir. Şəhid Gizir Abdurrahmanov Elvin Qəbələ rayonu Əmirvan kənd qəbirstanlığında dəfn edilmişdir.